Oktyabrın 22-sində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında akademik Musa Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı alimi akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş Respublika Elmi Konfransı baş tutub. Əvvəlcə Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun və akademik Toğrul Şahtaxtinskinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib. Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli açaraq Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 90 ildə çətin, məsuliyyətli və şərəfli yol keçdiyini, ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, qurumun 90 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu söyləyib. Bildirib ki, akademik Toğrul Şahtaxtinski böyük alim olmaqla yanaşı həm də bacarıqlı elm təşkilatçısı olub. O, uzun müddət Azərbaycan Elmlər Akademiyasının Kimya İlmləri bölməsinin akademik katibi və rəisət heyətinin üzvü kimi fəaliyyət göstərib. Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında elmi təşkilatı fəaliyyətində mühüm rol oynayıb. Akademik İsa Həbibəyli Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda böyük elmi məktəblərin formalaşdığını, bu ənənənin inkişaf və davam etdirildiyini vurğulayıb. Hazırda institutun akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən AMEA rəhbəri müəssisənin müstəqillik dövrünün və Azərbaycan reallıqlarının çağırışlarına, eləcə də dünya elminin qarşıya qoyduğu yüksək tələblərə uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti və akademik Toğrul Şahtaxtinskinin ömür yolu ilə bağlı məruzə ilə çıxış edib. O məruzəsində institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, burada işləmiş görkəmli kimyaçılar, onların ixtiraları, eləcə də institutda ölkə elminin beynəlxalq aləmə inteqrasiyası, yeni nəsil ixtisaslı kadrların yetişdirilməsi, prioritet istiqamətlərdə aparılan tədqiqatlar barədə ətraflı məlumat verib. Akademik Toğrul Şahtaxtinskinin mənalı ömür yolundan Azərbaycan elminə verdiyi töhfələrdən danışan direktor bildirib ki, 1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu ölkəmizdə neft kimyası və kimya texnologiyası sayəsində fundamental araşdırmalar aparıb. Konfransda çıxış edənlər akademik Toğrul Şahtaxtinskinin elmi irsindən bəhs ediblər. Kimyaçılar mühitində mehribanlıq ənənələri yaratmış görkəmli alimin böyük nüfuz və hörmət sahibi olduğunu bildiriblər. Sonda akademik Toğrul Şahtaxtinskinin ailəsi adından nəvəsi Emin Şahtaxtinski çıxış edərək babasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. Konfrans müvafiq seksiyalar üzrə işini davam etdirib. Leyli Naymiq qızı, Fərid Əşimov, Ziya Xudiyev, Elm TV.